Axşamınız xeyir olsun, dəyərli komanda. Xoş gördük hər birinizi, xoş eşitdik. Rəhbərlərimiz başda olmaqla hər kəs salamlayıram. Mənim adım Dinaradır. Bugün mən sizinlə birlikdə olacağam və bu təlimi sizinlə bir yerdə aparacağam. Ə, Bizim mövzumuzu yəqin ki bilirsiniz, hər biriniz. Yeni gələn insanlarda biz qorxuları necə dəf edə bilərik? İlk olaraq istəyərdim burada bir sual verim ki, aramızda görüm neçə nəfər var, hansılar ki, yəni təzə gəlib şirkətə. Kim təzədirsə, zəhmət olmasa, üstəgəl işarəsini bir dənə qoyun, biz də bilək. Yaxşı, yəqin yeni gələn insanlar onu hələ ki bacarmır. Düşünürəm ki, doğrudan da yeni gələn, çünki siyahıda mən gördüm, yeni adlar var aramızda və düşünürəm ki, yeni gələn insanlar var. Və istəyərdim ki, hər biriniz qeydlər aparasınız. Çünki bu verdiyim məlumatlar hər biriniz üçün çox önəmli və biznesinizi inkişaf etdirmək istəyirsinizsə, yəni çox vacib bir məsələlərə toxunacağıq və doğrudan da inkişaf eləmək istəyirsinizsə, qeydlər aparın. Suallarınız olarsa, suallarınızı sona saxlayın. Sonda, yəni kimin sualı olacaqsa, mövzuya dair suallarınızı verərsiniz. Yəni mən nəyə görə sual verdim ki, bilmək istəyirdim burada yenilər var yoxsa yox. Yəni hansı istiqamətdə, hansı səmtə doğru, yəni düzgün belə deyək də müraciət eləyərək Zoom-u aparım. Rəhbərlərlə, yəni hər birimiz rəhbərik, hər birimizin komandasında insanlar var və yeni insanlar gəlməkdə davam eləyir və biz bir rəhbər olaraq hər birimiz komandamıza gələn insanı elə bir belə deyək, güvənlik yaratmalıyıq ki, elə bir ona motivasiya verməliyik ki, o insan ruhlansın və o insan şirkətdə yəni çalışmaq istəsin, çalışsın və inkişaf eləsin. İlk öncə mən nəyə görə soruşdum ki, təzələr var yoxsa yox? Mən bir neçə dənə məsləhət görmək istəyərdim ki, yeni qoşulan insanlar yəni bundan faydalansın. Gəlin məhz ondan başlayaq. Sonra da mən artıq mövzumuza keçəcəm, yəni o qorxulardan daha açıq, aydın, yəni danışacağam. İlk olaraq, yəni yeni qoşulan insanlara mən demək istəyərdim ki, siz nələr etməlisiniz? Qeydiyyatdan keçəndən sonra hər bir yeni insan öz səhifəsinə daxil olub, orada olan bütün məlumatlara göz nəzər yetirsə daha yaxşı olar. Və orada onun diqqətini cəlb eləyən bir fikirlər, məqamlar olarsa, o sözsüz ki, olacaq. Onları mütləq skrin eləyib və yaxud da qeyd eləyib özündə yadda saxlamaqdır. Və sonra öz komandasına gələn yeni insanlara məhz bu məqamları, çünki səni də axı bu maraqlandırdısa, demək ki, o yeni gələn insanlara da maraqlı olacaq. Və bir rəhbər kimi sən gələcəkdə bir rəhbər olaraq bu maraqlı məqamları onlara bildirib, onları belə cəlb eləyib, yəni maraqlandıra bilərsən. Və sonra belə deyək də, kiçik addımlardan başlamaq lazımdır və bu kiçik addımlar səni böyük bir uğura çatdıracaq. İlk günlərdə mütləq biz bilirik ki, alış-veriş etmək lazımdır və yeni gələn insan bu məhsulları tanımaq üçün, sözsüz ki, insanlara tövsiyə eləmək üçün insan özü istifadəçisi olmalıdır məhsulların. Və ona görə də minimum 100 bal məsləhət görərdim ki, siz alış-veriş eləyəsiniz. Vitaminlər ola bilər, detoks məhsulları ola bilər və yaxud kosmetik məhsullar ola bilər. Yəni seçim sizin özünüzə bağlıdır. Və amma mütləqdir ki, yəni yaxşı olar ki, bunu eləyəsiniz. Və artıq
öz təcrübənizi özünüzdə, yəni o məhsulları istifadə eləyərək görəsiniz, qeydlər aparasınız. Öz nəticəniz olanda tam ayrı bir şey olur. Yəni insan özü nəticə görəndə çox rahatlıqla bunu bəxs eləyə bilir hər kəsə. Və bu sənin belə deyək də ən vicdanlı bazandır. Başqalarına tövsiyə edə biləcəyin. Sonra mütləq rəhbərinlə bölüş, öz təəssüratlarını danış. Bu sənə dəstək olacaq və nəticələrini bərkitmək üçün kömək edəcək. Bir şey yadda saxlamaq lazımdır ki, sən sadəcə məhsul alırsan. Sən özünə və sağlamlığına sərmayə edirsən və öz biznesinə. Sənin nəticələrin insanları inandırmaq üçün ən yaxşı vasitədir. Və beşinci, məhsulları öyrənmək. Məhsullar haqqında mütləq biliyimiz olmalıdır və hər gün bir məhsul götürüb öyrənsən və belə-belə sən mükəmməlləşəcəksən və mütəxəssisə çevriləcəksən. Ümumiyyətlə, bizim məhsullar, bir şey də vurğulayım ki, bizim məhsulları insanlara tövsiyə etmək üçün həkim olmaq lazım deyil. Bu sadəcə bioloji aktiv qida əlavələridir. Yəni hansı ki biz qidamızdan ala bilmədiyimiz vitaminlər, minerallar, bunu hər birimiz bilirik. Ola bilər ki, indi yenilər hələ ki məlumatı olmasın. Yəni həkim olmaq, yəni olmalısan ki, dərmanları tövsiyə eləyə biləsən. Amma bizim məhsullar bioloji aktiv qida əlavələridir deyə, yəni həkim olmağa ehtiyac yoxdur. Və ümumiyyətlə dərmanlar onlar simptomları götürür və bioloji aktiv qidalar isə o səbəbi yaradan, səbəbi götürür aradan. Belə. Yəni bu məhsulları biz öyrənməliyik. O nə qədər çox məhsul haqqında məlumatın, bilgin olsa, bir o qədər sən mükəmməlləşəcəksən və ekspert olacaqsan. Hansı ki sualların yaranarsa, sən rəhbərinə müraciət elə. Rəhbərin hər zaman sənə dəstəkçidir və köməkçidir və bu yolda səni istiqamətləndirən məhz sənin rəhbərindir. Və suallar mütləq cavabsız qalmamalıdır. Yəni bu belə deyək də hər zaman qeyd et bütün məlumatları və onlar sənin gizli silahın olacaq. Müştərilərlə və partnyorlarınla ünsiyyətlə. Nə qədər daha sonra biz siyahı hazırlayırıq, bazamızı yaradırıq, potensial müştərilər və partnyorların. İnsanlarla necə ünsiyyət quracaqsansa onu fikirləş. Skriptlər hazırla. Skriptlər yəni yəqin ki bilirsiniz nədir? Bu qısaca insanlara müraciət formasıdır. Hazır belə deyək şablonlardır. Yəni əsas odur ki, yadda saxlayın, səmimi və diqqətli ol. Yəni səmimilik və diqqət sənin ən əsas müttəfiqlərindir. Ona görə də mütləq, yəni səmimi və diqqətli ol. Səhv etməkdə qorxmayın, dəyərli bizim yeni qoşulan əməkdaşlar. Səhv etməyən insan yoxdur və əgər insan səhv edirsə, demək ki, o insan böyüyür. Səhv edə insan böyüyər. Və sonra da əlbəttə ki, komandana yeni insanların dəvətinə başlayırsan və o da rəhbərin sənə istiqamət verir. İndi gəlin əsas mövzuya keçək ki, insanlarda, ümumiyyətlə yeni gələn insanlarda hansı qorxular ola bilər? Misal üçün, insanlar, yeni qoşulan əməkdaş qorxur ki, münasibət pozular və məni tənqid edərlər. Bu normal bir qorxudur və hər birimizdə olub o, iki mən qarşı. Biz sosial varlıqlarıq və yaxınlarımızın fikri bizə çox önəmli olur. Bax, onu bilməliyik ki, yəni biz satmırıq. Biz dostlarımıza, yaxınlarımıza satmırıq. Biz sadəcə xoşumuza gələnlərlə paylaşırıq.
Misal üçün bir film baxırsan, xoşuna gəlir, gedib o təəssüratlarını filmin gedib danışırsan, misal üçün, yaxınlarına, əzizlərinə və yaxud, bir kosmetik vasitə alırsan, rəfiqənlə bölüşürsən ki, mən belə bir vasitə istifadə elədim, bilirsən nə gözəl, nəticə verdi. Yəni istər-istəməz yaxşı bir şeylərlə insan bölüşür və, burda baxın, biz insanlara səmimi yəni kömək eləyirik. Biz bunu anlamalıyıq ki, biz insanlara nəyisə sıramırıq da. Yəni biz insanlara sadəcə, yəni məhsulları tanıdırıq və nə qədər səmimi olsan, sən onlara göstərəcəksən ki, yəni sən doğrudan da insanlara kömək etmək istəyirsən və onların problemlərini həllində, yəni onlara kömək etmək istəyirsən. Misal üçün, qənaət etməkdə və yaxud, keyfiyyətli məhsul tapmaqda sən bu cür, yəni niyyətlə ona etsən, o hiss olunacaq. Baxın, gəlin bir test eləyək. Oturaq bir siyahı yazaq. Hər birimizə, yəni qeydlər yəqin ki, aparırsınız. Özünüzdə bitirəndən sonra hər biriniz bunu bir test olaraq eləyək, sınaq eləyək. Oturun bir siyahı yazın. Hardasa 20-30 nəfərdən ibarət bir siyahı. Az da olsa olar. Və hər bir adım qarşısında onların problemini yazaraq və hansı Siberian Wellness şirkətinin məhsulu ilə bu problemi həll eləyə bilərik. Yəni burada siz satış etmək fikirləşmirsiniz də, yəni satışı etmək fikirləşmirsiniz. Fikirləşirsiniz ki, mən ona, o insana necə faydalı ola bilərəm? Və asandan başlayın, asandan. Yazın ki, misal üçün, belə bir yazaraq müraciət eləyə bilərsiniz. Salam, mən sağlamlıq mövzuları ilə, yəni indi araşdırmalar aparmağa başlamışam və yaxud kosmetik, yəni sahəsi üzrə və deyərək, yəni özümə uyğun bəzi şeylər tapmışam. Əgər sənə maraqlıdırsa, nəticə haqqında sənə danışım. Baxın, belə deyərək, o insanlara siz, belə deyək, müraciət eləyə bilərsiniz. Sonra insanlarda hansı qorxular ola bilər? Yəni yeni qoşulanlarda. Mən satış edə bilməyəcəm bacarığı. Yəni mən satış bacarmaram, satış etməyi bacarmaram. Gəlin bir etiraf eləyək ki, hər birimiz şirkətə qoşulanda o fikirlər hər birimizdə yaranıb, düzdür? O qorxu olub bizdə və yaxşıdır ki, misal üçün etiraf eləyirik. Ümumiyyətlə, bilirsiniz, insanların çoxu şəbəkə sisteminə gələnlər satış təcrübəsi olmadan gəlirlər və baxın, unudun, ümumiyyətlə satmaq sözünü unudun. Bizim məqsədimiz insanları konsultasiya etmək və məhsullarımızla tanış etməkdir. Axı sən satıcı deyilsən, hansısa bir kioskda, mağazada, sən ekspertsən və məmnun istifadəçisən. Sənin səmimi məhsulla, yəni marağın bu ən gözəl bir satışdır. Vəsvəsə insanın iradəsinə qarşı çıxmağımızdır. Biz isə insanların yox deməklərini eşitməyə öyrənirik və ona hörmət etməyə, onu da həmçinin. Bizdə hazır skriptlər var, bayaq dediyim kimi, şablonlar var. Yəni o şablonlardan biz istifadə eləyib işləyə bilərik. Burada gəlin belə improvizasiya eləyək və hazır belə deyək də, hazır və yoxlanmış sxemi götürək. Belə bir razılaşma edək və misal üçün ən yeni gələnlərə aiddir bu. İlk işin, yəni insana sual vermək və onu dinləməkdir. Sənin məqsədin, yəni bilməkdir ki, bu insanın ehtiyacları var ya yox. Yəni insanların biz ehtiyaclarını bilməliyik və ondan sonra ona uyğun da hərəkət etməliyik.
Sonra hansı, qorxular ola bilər? Birdən qazanmaram, pul itirərəm, belə bir qorxular olur yeni gələn insanlarda. Yəni bu çox ağlabatan bir sualdır əlbəttə ki. Maliyyə məsələlərində ehtiyatlı yanaşmaq düzgün bir addımdır. Heç kim 100% yəni zəmanət verə bilməz və bu barədə düşündüyünüzə görə də yəni mən yeni gələnlərə misal təşəkkür edirəm. Gəlin buna bir sərmayə kimi baxaq. Siz zəmanətli gəlirə deyil, öz inkişafınıza sərmayə qoyursunuz və əlbəttə ki, sağlamlığınıza. Getmək qərarına gəlirsinizsə, belə də, yəni ünsiyyət, təqdimat, sonra danışıq aparmaq bacarıqları, inkişaf etdirmiş olursunuz. Bu bacarıqların başlanğıc dəsti buna dəyərmi? Tak. Sonra çox vaxt bəli, bizim planlarımız xəyal üzərində deyil, konkret hərəkətlər üzərində qurulacaq. Və sənin şəxsi maddi planını qura, hər belə nastavnik, rəhbər bildirməlidir ki, öz yeni qoşulan insanına ki, gəl sənin şəxsi bir planını quraq. İlkin məqsədimiz, yəni qoyduğunuz sərmayəni qaytarmaqdır. Sonra çox böyük olmayan stabil bir gəlirə çıxmaqdır. Sonra isə daha inkişaf etmək üçün, daha böyük gəlirlərə sahib olmaq üçün, yəni hər bir nastavnikin, rəhbərin bu borcudur da, belə deyək. Yəni nastavnik bunun yollarını göstərir yeni qoşulan insana. Elə bir qorxu da ola bilər ki, insanlar tərəfindən, yeni qoşulanlar tərəfindən mənim vaxtım yoxdur deyə bilərlər və yaxud da mən bacarmaram qorxusu var insanlarda. O da ola bilər. Yəni hamıda əsas iş ola bilər, güc ola bilər, evdə işlər çox olur. Amma yəni siz tək deyirsiniz, yeni qoşulanlar. Bu biznes yəni gündə 8 saat tələb etmir. Bu biznes sistem tələb eləyir və disiplin. Yəni siz hər gün bir saat yarım, maksimum 2 saat ayırmaqla, amma hər gün ayırmaqla siz daha çox böyük nəticələrə sahib ola bilərsiniz. Nəinki misal üçün həftədə bir dəfə 8 saat sərf eləyib, ancaq həftədə bir dəfə cəmi bazar günündə 8 saat bu işinizə qoyasınız. İnanın ki, nəticə verməyəcək. Ondansa kiçik addımlar, addımlaya-addımlaya hər gün amma sistematik olaraq bu disiplinə çevrilməlidir. Saat yarım, 2 saat, yəni işinizə ayırmalısınız və onda gözəl bir nəticələrə gəlib çıxacaqsınız və inkişaf eləyəcəksiniz. Və burada rəhbərlərin öhdəliyinə düşən bir şeydir ki, onlar nəzarət eləsinlər və həmin, daha doğrusu insanla araşdırsınlar, hansı saatlarda o insan misal üçün boş vaxtları olur və orada artıq tənzimləmək ki, misal üçün səhər saatlarında yarım saat vaxtı olur. Orada o həmin saatlarda insan misal üçün SMS-lər yazaraq, skriptlər, şablonlar göndərərək insanlara deyərək yəni müraciət eləsin. Digər bir saatlarda, misal üçün gündüz saatlarında başqa bir şeyləri zəng etməyə sərf eləsin. Və belə, yəni işi planlaşdırmaq. Bəziləri belə bir şey də deyə bilər ki, bu piramidadır və yaxud da, nə bilim, piramida kimi, yəni insanlarda qorxu ola bilər. Ümumiyyətlə, bir şey deyim ki, piramida sistemində məhsul yoxdur. Piramida sistemində sadəcə insanların yatırımı sayəsində o pullar dövr eləyir və belə o piramida artır da, yəni belə deyək. Amma sizə də deyim ki, o piramidalar çox çəkmir.
Amma bizim sistemdə məhsul var və bu məhsulları insanlar sevərək istifadə eləyir və geri hər dəfə, yəni almaqda geri qayıdır və alır, istifadə eləyir. Çünki insanlara bu məhsullar bilirlər ki, faydalıdır, məhsullar gözəldir, təbiidir, yəni heyvanlar üzərində sınaqdan keçirilmir və bütün bunların hamısını insanlar biləndə, yəni məncə artıq o fikirlər ya şübhələr də insanda qalmır. Və baxın, biz dəvətlərə görə pul almırıq. Biz qrupumuzun yaratdığı məhsul dövriyyəsinə görə ödəniş alırıq. Və bu ədalətlidir məncə. Və məhsula da şübhəsi ola bilər yeni gələn insanda. Bu şübhələri də qaldırmaqda rəhbər kömək eləməlidir. Gəl bir yerdə, misal üçün rəhbər deməlidir ki, gəl bir yerdə hansı şübhələrin varsa, hansı qorxuların varsa, məhsula aid. Yəni, gəl bunun tərkiblərinə baxaq, sertifikatlarına baxaq, real alınan, yəni bu məhsullardan alınan nəticələrə baxaq və inanın ki, bütün bunların hamısına baxılarsa, inanın ki, insanda bütün o qorxular hamısı yox olacaq və şübhələr də qalmayacaq. Yəni müxtəlif qorxular insanlarda ola bilər və əgər başqa hansınızdasa qorxular varsa, qoşulun, öz fikirlərinizi söyləyin, yəni ki, sizin hansı qorxunuz varsa onu bildirin. Я занята, подожди. Və biz də köməklik eləyək və yaxud da rəhbərinizdən, yəni çəkinməyin. İlk sizi bu yolda istiqamət verən, bayaq da bunu vurğuladım, sizin rəhbərinizdir. Və siz hər bir şeydə rəhbərinizə müraciət eləyərək ünvanlanmalısınız və rəhbər sizi istiqamət verəcək. Və misal üçün bir şeydə, belə deyək də, bir qorxu da ola bilər. Adamım yoxdur. Heç kəsə heç nə lazım deyil deyirsə, elə də ola bilər. Və onda biz deyə bilərik ki, bax indiyənə kimi neçə nəfərə misal üçün məlumat vermisən məhsullar haqqında, kampaniya haqqında. Misal üçün o adam desə ki, 10 nəfərə demişəm, soruşmaq lazımdır ki, nə demisən, nə cür demisən? Əgər bu 10 nəfərdən bircə nəfər də qoşulmayıbsa, demək ki, problem səndədir. Yəni sən düzgün məlumat verməmisən. Düzgün məlumat verirsə, inandırım sizi ki, elə bir problem olmaz. Yəni bir şey də demək lazımdır ki, sənin zənnincə dünyada neçə nəfər dişlərini fırçalayır, çimir, vitamin içir? Nə qədər adam təbii eko məhsullar axtarır, hansılar ki, heyvanlar üzərində test olunmur və sərfəli qiymətə olsun. Və ümumiyyətlə, əgər sənin həyatında 3 şəxs yoxdursa, hansı ki, sənə etibar eləyir, güvənir, onda sən demək ki, bu həyatda nəyisə düzgün etmirsən. Yəni, hər birimizin ətrafında o insanlar kim ki, deyir ki, mənim adamlarım yoxdur da. Ümumiyyətlə, yeni gələn insanlara o sözü biraz demək düzgün deyil. Yəni, adam gətirməlisən. Sadəcə düzgün işin gedişatını rəhbər, yəni yenə də rəhbər istiqamət verməlidir, hər şeyi bildirməlidir. Ən əsası da rəhbər yeni gələn insana 8 əsasın üzərində necə işləmək lazımdırsa, necə siyahı tərtib eləmək lazımdır, necə insanları dəvət eləmək lazımdır, necə ardıcılığı tutmaq lazımdır. Bunların hamısı artıq rəhbərin işidir və rəhbər onu istiqamət verməlidir, deməlidir ki, mütləq, yəni o insan kim ki, o 8 əsasa riayət eləmir, o insan biznesində yəni inkişaf etmir. Bunu unutmamalısınız.
Əgər indiyənə kimi, misal üçün, yeni qoşulanlar aramızda varsa və onlar hələ də bilmirlər 8 əsası, rəhbərinizə yaxınlaşın, deyin ki, 8 əsas nədir? Biznesin 8 əsas açarı var. Hansı ki, yəni o açar ki, yəni açarın bir dişi olmazsa, yəni 8 əsas da elədir. O bir dişi olmazsa açarın o qapı açılmaz. Düzdür? Ona görə də mütləq o 8 əsası öyrənməlisiniz. Çünki onun əsasında bu sistem qurulub, şəbəkə sistemi qurulub və özündən nəyisə icad etmək lazım deyil. Artıq illərlə işləyən bir sistem var və o sistemin üzərindən də xırdalıqları öyrənib və irəliyə doğru getməkdir. İnsandan çox şey asılıdır. İnsan özü və ilk olaraq onu da deyim ki, insanda yəni məqsəd olmalıdır. İnsan bilməlidir ki, hara gedir. Əgər bir insan yeni qoşulubsa, onun məqsədi yoxdursa, təyin eləməyibsə o məqsədini, o bilməyəcək hara gedir və yolundan azacaq. Bir neçə müddətdən sonra o insan yolundan azacaq. Çünki onun məqsədi yoxdur. Məqsəd mütləq təyin olunmalıdır və məqsəd də uzun müddətli olur, qısa müddətli olur. Onu da yəni artıq rəhbərinizin öhdəliyinə düşür ki, bunları sizə bildirmək və siz yəni bunlara riayət eləyərək inkişaf eləyəsiniz. Düşünürəm ki, verdiyim məlumatlar faydalı oldu. Düşünürəm ki, hər biriniz qeydlər apardınız. Əgər kiminsə başqa bir qorxuları varsa, buyurun, qoşulun, sualınızı verin və köməklik göstərək və istiqamət verək. Buyur. Sualları verməyə çətin, daha doğrusu utanmayın, çəkinməyin. Başa düşürük ki, təzəsiz, sualınız ola bilər. Hər bir yeni gələn insanda sual yaranmalıdır və əgər sual iki halda olmaya bilər, ya hər şey aydın oldu və yaxud da nədənsə indi çəkinirsiniz. Yəni utanmaq lazım deyil. Biz böyük bir ailəyik və hər zaman bir-birimizə dəstək və kömək olmalıyıq, etməliyik və ona görə də buyurun, sualınız varsa, başqa bir qorxularınız varsa və həmin Zoom-da bu haqda danışılmadısa, buyurub qoşula bilərsiniz və siz öz fikirlərinizi söyləyə bilərsiniz ki, biz də köməklik göstərək. Çox sağ olun. Və bir şey də vurğulayım ki, bir qorxu da ola bilər. Misal üçün o insanlar var, deyir ki, insanlarda bu yoxdur. Yenə də biz deyə bilərik ki, necə yəni? O insanlar dişlərini fırçalamır, o insanlar çinmir, o insanlar immuniseti gücləndirmək üçün vitaminlər istifadə eləmir. Yəni biz sadəcə onu bacarmalıyıq ki, insanları biz yönəltməliyik ki, insanlar mağazalarını dəyişsinlər. Sanki gedirdilər hər zaman Araz Marketdən alış-veriş eləyirdilər. İndi gəlib Siberian Wellness adlı mağazadan alış-veriş eləyəcəklər. Yəni biz bu bacarığa sahib olmalıyıq. Hər birimiz, hər bir rəhbər, hər bir insan yeni qoşulan, hansı ki inkişaf eləmək istəyir və irəli doğru getmək istəyirsə, hər bir insan bunu bacarmalıdır. Yəni bir də ki, bir şey də söyləyim ki, biz gərək öz işimizi bu biznes ümumiyyətlə gəlizləşdirməyək. Hər şey çox sadədir. İnanın ki, doğrudan da çox sadədir. Sadəcə biz insanlar həmin o qorxularla, həmin o şübhələrlə irəliyə o şübhələr, o qorxular bizi qoymur ki, qabağa getsin. Amma İnsan güclü olmalıdır və hər birimiz çox güclüyük. Burdayıqsa, deməli biz güclüyük və komandamızda biz birlikdə güclüyük adlanıb əbəs yerə deyil. Ona görə yəni biz
Doğrudan da bir güclü komanda kimi bir-birimizə dəstək olub, və ancaq irəli getməliyik və yeni qoşulanlar da kimin də yəni çətinlikləri varsa, buyurub müraciət eləsin. Biz də öz təcrübəmizlə sizinlə bölüşək. Hər zaman hazırıq. Suallar yoxdur. Çəkinməyin, suallarınızı verin. Bax, indidən başlayın. O qorxuları, belə deyək də, yox edin. O qorxuları yox edin, bir cəhd eləyin, sualınızı verin. Bəlkə içinizdən, nə bilim, yenə də bir şübhə, yenə bir qorxu var. Onları, yəni çəkinməyin, deməkdə qorxmayın. Vüqar müəllim demiş ki, bu biznesdə biraz dəli insanlar olur. Onlar heç nədən utanıb çəkinməməlidirlər və onda insanlar, yəni düzdür, şəbəkə marketinqi hər bir insan üçün deyil, güclü insanlar üçündür. Və siz burdasınızsa, demək ki, siz güclü bir insansınız və hər zaman doğrudan da rəhbərlərimiz sağ olsun, bizə dəstək olmağa can atırlar və o qədər bizə güc sərf eləyirlər. Hər zaman bizim yanımızdadırlar. Öz faydalı məsləhətləri ilə çox sağ olsunlar. Suallarınız yoxdursa, yəqin ki, onda sağollaşmalıyıq. Hər kəsə hər şey aydın oldu. Heç kimin sualı qalmadı. Yəqin ki, Axşamınız xeyir Dinar xanım. axşamınız xeyir. Təşəkkür edirəm sizə. Mən bir şey əlavə eləmək istəyirəm burada hər bir əməkdaşa. Biz Saveran Wellness şirkətinə dəvət olunarkən sizi hər kim dəvət edib, yaxınınız və yaxud da ki, hər bir vasitə ilə gəlmisiniz və siz bütün bu sizə təqdim olunan məsələləri dinlədikdən sonra şəbəkəçi olmaq qərarı vermisiniz. Saveran Wellness sadəcə bir dənə əməkdaşlıq elədiyiniz bir tərəfdaşdır. Siz şəbəkəçi olmağa qərar vermisiniz. Siz şəbəkəçi olmağa qərar verdiyiniz andan etibarən insan resursu ilə işləməyə qərar vermisiniz. Aydındır dostlar. İnsanla işləməyə qərar vermisiniz. Ona görə də insanla işləyərkən irəli gələn məsələlər var ki, onu bəzən siz beyninizdə qurursunuz, onlardan azad olmalısınız. Başqasının yerinə qərar vermək, başqasının yerinə düşünmək, başqasının vaxtın haqqında düşünmək, pulu haqqında düşünmək lazım deyil. Çünki siz şəbəkəsi olaraq qərar verdiyiniz andan bilirsiniz ki, siz insanlarla işləyəcəksiniz və özünüzü bu cəhətdən hər zaman təkmilləşdirməlisiniz. Bunun üçün də maşallah olsun, hər zaman təlimlərimiz var, hər zaman açarlar sizin üçün öyrədilir. Heç bir şeydən çəkinmək lazım deyil. Dinara xanım dediyi kimi, bütün silahlarımız əlimizdə və irəli. Və inşallah ayın axırında hər birimizdən gözəl nəticələri biz görəcəyik. Uğurlarımız bol olsun. Çox sağ olun, İrfan müəllim. Başqa rəhbərlərimizin əlavəsi yoxdursa, yenə də heç kimin sualı yoxdursa, onda sağollaşaq. İnşallah növbəti görüşlənədək, növbəti Zoom'da görüşənədək sağ olun.